Orqanizmdə su balansı insan sağlamlığı üçün çox vacibdir. Su bədəninin əsas tərkib hissəsidir və bütün orqanların düzgün işlənməsinə kömək edir. İnsan bədənində su qidaların daşınması, temperaturun tənzimlənməsi və zərərli maddələrin xaric olunması üçün vacibdir. Hər bir sağlam insanın suya tələbatı isti yay günlərində hər kiloqram çəkiyə 30-35 ml-dir. Bəzən isə suyu həddindən artıq faydalıdır hesab edərək içənlər də var. Əslində artıq su qəbulunun da orqanizmə zərəri var. Bu orqanizmdə natriumun azalmasına gətirib çıxarır, ürək-qan damar fəaliyyətində olan su durğunluğuna gətirib çıxarır. Bunu xüsusilə ürək çatışmazlığı və böyrək çatışmazlığı olan pasientlər haqqında biz deyə bilərik. Əgər orqanizmdə su az olarsa, halsızlıq, baş ağrısı və yorğunluq kimi hallar baş verir. Xüsusilə isti havalarda və idmanla məşğul olarkən bədən daha çox su itirir. Buna görə də gün ərzində maye balansına əməl olunmalıdır. Hətta yuxarı tənəffüs yolları xəstəlikləri olan şəxslərə biz suyu bir qədər də normadan artıq içməyi tövsiyə edirik ki, həm onun bəlğəmin durulaşdırılmasında, həm burun suyunun duru olmasında və drenaj funksiyasının daha rahat getməsi üçün su balansının, yəni gözlənilməsi mütləq lazımdır.